Salam, mən Olqarsan. Bu gün sizinlə nə videosu çəkirəm? Başdan da bildiyiniz kimi bu gün sizinlə YouTube dəftəri düzəldirəm. Bəli. Bunu bilmirəm, eləyən var ya yoxdur. Bəli. Bir dənə gürültülü alqışlar. Alqışlarınıza görə çox sağ olun. Deməli dostlarım, videoya keçməmişdən əvvəl aşağıdan kanala like atıb abunə olmağı və buradan çıxan Instagram səhifəmədəki follow atmağı unutmuruq. Yəqin bilmərsiniz, mənim belə bir dəftərim var. Mənim əvvəl kanalım olubdu, Bayramlı Davud. Nətər göstərim? Adı. Baxın, belə bir dəftərim olubdu, Bayramlı Davud. Burada da yazıb ki, abunə olun, bəyənin. Bir də ki, ürək işarəsi var. Belə YouTube şeyi çəkmişdim. Sonra belə bir şey arxasındakı bəyən, like at, belə bir şey eləmişdim. İndi dostlarım, ağlımda bu başqa bir şeydir. İndi istəyirəm ki, yeni bir şey eləyim sizinlə birlikdə. Baxın dostlarım, indi hal-hazırda dəftərə dostlarım keçirtdim. Dəftəri, yəni ki, bir dənə təmiz dəftər idi. Keçirtdim üstünə. Baxın dostlarım, deməli, indi ilk növbədə bura böyük hərflərlə B.D yazmaq lazımdır. Mən də ki, onu yaza bilmirəm. Çox pis alınır yazanda da ki. İndi dedim ki, altdan başlayayım. Belə YouTube logosunu çəkmişəm. Burada da ki, Davud yazmışam. İndi dostlarım, görək nə olacaq? Mən YouTube logosunu rəngləyim. Gəlin bir də ki, yuxarısında belə uğura doğru bir şey yazmaq istəyirəm. Belə motivasiya üçün. Bir də ki, dostlarım, bunu bitirəndən sonra baxın, burada bunu nətər mavi rəng eləmişəm. Düşünürəm ki, burada amma yaşıl rəng eləyim. Çünki həm yaşıl rəng birdən içməsindir. Yaşıl rəng eləyəcəm. Mavi də eləsəm qəşəng alınar. Tam logomuzu bildirər. Çünki logomuzda da belədir. YouTube, Davud, sonra B.D. Amma istəmirəm logonu bildirsin. Gözəl bir dəftər olsun. İnşallah dostlar, mən bunu rəhləməyə başlayayım. Rəhləyəndən sonra görüşərik. Baxın dostlarım, YouTube logomuz belə bir şey alındı. İstəyirəm ki, dostlarım, burada yazmışam Davud. Ya da ki, heç nə qalsın. Elə bir şey. İndi dostlarım, yuxarıda çapca yazmağa çalışacağam. Baxın, görüm necə yazacağam. Yazacağam ki, uğura doğru. Belə bir şey yazmaq. Dostlarım, gecə saat 2-dir. 2-dir, baxın bir dənə. 2 deyil dostlarım, 3-ə işləyibdir. Daha doğrusu bilmirəm, bu mənə hardan gəldi ki, belə bir şey deyim. Neyse dostlarım, karanlaşmanı indi yazsam ki, uğura doğru inşallah çapça yaza bilərəm. Bəli dostlarım, bu arada belə bir şey etdim. Pis alınıb məncə. Amma belə pis deyil. Göy, qırmızı, yaşıl, göy, qırmızı, yaşıl, göy, qırmızı, yaşıl, göy. Dostlarım, məncə Azərbaycan bayrağına uyğun bir şey etmək istədim. Məncə gözəl bir şey alındı, amma biraz da pisdir sanki. Çapca hərfləri çox pis yazıram. İndi dostlarım, baxın. Hələ ki, dəftərimizin halı belədir. Sizinlə birlikdə karandaşımız əlimizdə. B.D yaza bilmirəm. Çapca. Başladım yazmağa. Dostlarım, biraz da ki, burasını silim, düzəldim. Neyse dostlarım, görüşərik. Bəli dostlarım, artıq gecə saat 4 işləyibdir. 4-ün yarısıdır, nədir? İndi dostlarım, hələ ki son halını göstərim. Sabah yenə davam edəcəm. Hələ ki dostlarım, belə rəhləmişəm. Belə yaşıl rəngə, bu arada buradakı sözləri sildim. İndi dostlarım, buraya bir dənə kağız yapışdırdım. Çünki burası cırılmışdı. Rəhləyəndə də ki, məncə heç bilinməyəcək kağız. Bəs kağızın kleyini vurun qəşək. Bəli. Burada B.D yazdım. Amma məncə bunun B-sı yaxşıdır. D-sı biraz pis olubdu. D-sını da ki, inşallah düzəldəcəm. Buradakı U sözü də biraz pis idi. Onu da ki, düzəldəcəm. Qəşək bir şəkildə uğura doğru yazacağım. İndi dostlarım, arxasını yəqin gördünüz. Cuzi arxası çox gözəl olubdu həqiqətən. Baxın dostlarım, arxası belə bir şeydir. Buralarını zadını qəşək rəhləyəcəm. Narahat olmayın. Hamısını qəşək rəhləyəcəm.
Bu arada dostlarım, baxın burada yazmışam. Abunə olun. Sizdəki videonun bu yerində videonu dayandırıb aşağıdan kanala like atıb abunə olmağı unutmayın. Bir də ki dostlarım, buradan çıxan Instagram səhifəmdəki follow atmağı unutmayın. Baxın buradan çıxır. Dostlarım yazmışam. Abunə ol, like atın, şərh yazın. Başqa zili açın. Orada dostlarım zınqrov işarəsi var. Yəni ki, zil işarəsi var. Ona bassanız mən nə vaxt video atsam sizə mesaj gələcək. Telefon düşdü nəysə. Məncə dostlarım, arxasında sarı rəng gözəl bir seçim oldu. Bu arada Azərbaycan bayrağına görə eləmişəm. Mavi, göy, qırmızı, yaşıl. Nəysə dostlarım, artıq burasını da düzəldəcəm, burasını da qəşəng düzəldib yazacağım. İçini sonra da doldurmaq qalacaq. Sabah bəlkə görüşərik, ya da ki istəyirsə indi eləyim, indi görüşərik. Bəli dostlarım, artıq uğra doğru sözünü də yazdım, burasını düzəldim. Dostlarım, bu arada uğra doğru sözünü də yazdım. Bir dənə dostlarım, burada biraz səhv var, baxın burada. Burada səhv var. B-ni qəşəng yazmışam, nöqtəsini biraz pis qoymuşam. Bir də ki, D biraz pis olubdur. Rəhləmə də ki, biraz yaxşıdır, pis deyil. Biraz da ki, üstündən gedərəm rəhləmənin. Arxası da ki, yəqin ki, bilirsiniz, mükəmməl olubdur arxası. Azərbaycan bayrağı da həmçinin yaşıl. Burada amma bilmədim nə eləyim. Ona görə biraz boş qoydum. Əgər siz yorumlarda bir söz desəniz, eləyərəm. Dəftərin dostlarım tam halını sonda paylaşacağım. Neysə dostlarım, hələlik sağ olun. Sabah dəftərin tam halını paylaşacağım. Bəli dostlarım, indi inatdaşdım. Bu gecə düzəltdim onun dılsını da. İndi dostlarım, dəftəri sizə təqdim edirəm və sizdəki baxın. Oh my god. Buraya yazmışam ki, uğra doğru. Burada da ki, b.d kanalımızın adı. YouTube və Davud. Sonra arxasını çevirəndə isə sarı rənglə gözəl bir rənglənmə var. Buralarda da ki, yazılarımız var. Burada yazmışam ki, zili açın, yəni ki, zınqrov işarəsini yenə də təkrarladım. Arxası dostlarım belədir. İndi dostlarım, gəlin qarşılaşdıraq. O bir dəftər tapım dəqiqə. Dəqiqə dostlarım, tapıb gəlirəm. Bəli dostlarım, deməli, sizcə bu yaxşıdır, yoxsa bu? Yan-yana qoymuşam. Sizcə hansı daha yaxşıdır? Sizcə? Arxalarını da göstərim. Bunun arxası belədir. Bunun da arxası belədir. Məncə dostlarım, düzünü deyim, kişi kimi deyim, bu məncə daha yaxşıdır. Çox daha yaxşıdır. Siz də dostlarım, yorumlarda fikirlərinizi bildirərsiniz. Bir videonun da sonuna gəldik. Aşağıdan kanala like atıb abunə olmağı unutmayın. Buradan çıxan Instagram səhifəmdəki follow atmağı unutmayın. Sizləri çox sevirəm. Sağ olun, salamat qalın və özünüzə yaxşı baxın. I like to work my wrist. I like to pop my shit. You ain't